Allah canınıza değmesin. Bu gördüğünüz köprü sağ olsun Ağcabədi Belediyesi güzellikdir. Yani zamanı uşaqlar əziyyət çəkirdi, məktəbə gedib gəlirdilər, çox əziyyət çəkirdi. Sağ olsun bələdiyyəmiz düzəltdilər, Allah kömək olsun. Ağcabədidə Akademik Həsən Əliyev küçəsində köhnə taxta körpü təmir edilərək yeniləndi. Kanal 21 xəbər verir ki, Ağcabədi şəhər bələdiyyəsinin sədri İsmail Rəsulovun təşəbbüsü ilə Akademik Həsən Əliyev küçəsində yenidən abadlıq işləri görülüb. Hərçənd ki, həmin küçədə əvvəldən asfaltlanma işləri aparılmışdı, lakin məktəblilərin istifadə etdiyi köhnə taxta körpü uzun illərdir bərpa olunmamışdı. Sovet dövründən qalmış bu taxta körpü nəhayət ki, bələdiyyənin daxili vəsaiti hesabına tam təmir edilib, yenilənərək daha təhlükəsiz konstruksiya ilə əvəz olunub. Ərazi üzrə kol-kos təmizlənib, ümumi abadlıq və səliqə-səhman işləri də tamamlanıb. Ağcabədi şəhər bələdiyyəsi tərəfindən hər ay şəhərin küçələrində abadlıq və təmir işləri həyata keçirilir. Beləliklə sakinlərin rahatlığı və təhlükəsizliyi tam təmin olunur. Hörmətli izləyicilər, gördüyünüz kimi hal-hazırda biz Ağcabədi rayonun mərkəzi küçələrindən birindəyik. Akademik Həsən Əliyev, Allah rəhmət eləsin, ulu öndərimizin qardaşı Həsən Əliyev küçəsindəyik. Dəyərli izləyicilər, Həsən Əliyev küçəsində gördüyünüz kimi Sulama Sistemlər İdarəsinə məxsus olan su kanalı gedir, hansı ki el arasında Simert kanalı. Dəyərli izləyicilər, burada bir körpü var idi. Yəni bu küçənin yaxınlığında 11 nömrəli məktəb var. Rusdan qalmış, Andropovdan Brejnevdən qalmış bir taxta köhnə bir körpü idi. Yəni onun üstündən keçib getmək olmurdu. Düzdür, Allah dövlətimizi qorusun. Gördüyünüz kimi Həsən Əliyev küçəsi hamısı asfaltlaşıb. Ancaq bu körpü taxta bir körpüydü. Yəni uşaqlar belə deyim də üzr istəyirəm, kəsə getmək üçün bu köhnə sallaq bir körpüdən keçirdilər. Əziyyət çəkirdilər. Qışda qar, yağış yağanda problemlər olurdu. Sağ olsun Ağcabədi şəhər bələdiyyəsinin daxili hesabına bu küçə gördüyünüz kimi tərtəmiz təmizləndi. Çollar var idi burada. Yəni təmizləndi və yenidən təzə körpü qoyuldu. Yenə də Ağcabədi rayon sakinləri adından, Kanal 21 ailəsi adından Ağcabədi şəhər bələdiyyəsi İsmail müəllimə və əziyyəti keçən hər bir şəxsə təşəkkürümüzü, minnətdarımızı bildirir ki, belə gözəl bir işlər görüblər. Gördüyünüz bu körpü taxta bir sınıq bir körpü idi. Gördüyünüz kimi təzədir, yenilənib. Yenə də Allah bir daha təşəkkürümü, minnətdarımı bildirirəm. Allah dövlətimizi, millətimizi qorusun, Allah bayramımızı uc eləsin. Allah canınıza değmesin. Gözəl, qəşəng. Ömər Vasif Yıldaroğlu. Bu gördüğümüz küçədə yaşayırıq. Buradan bu gördüğünüz köprü sağ olsun Ağcabədi Belediyesi güzellikdir. Yəni zamanı uşaqlar əziyyət çəkirdi, məktəbə gedib gəlirdilər, çox əziyyət çəkirdi. Sağ olsun bələdiyyəmiz düzəltdilər, Allah kömək olsun. Taxtadan idi o. Bəli, taxtadan idi. Şimdi görünür də var, yəni çəkilişə baxıb görərsiniz, çox gözəldir, qəşəngdir. Allah canlarını sağ olasın, siz də çox sağ olun, müəllim, çəkilişləndirirsiniz. Var olasın. Allah dövlətimizi, millətimizi qorusun. Amin inşallah, amin. Benden olsun biraz aynı gider. Yaxşı, yaxşı. Taxla. Hadi bir, kaçar olar olar. Hadi. Şöyle müdahale et. Boşta. Bırak, burada şal burada. Bunlar da sana bu karalef. Yerisi Allah'ın. Yerisi sonra. Evet. Yok hep böyle zorla olmadı. Temeli Allah rahmet, Allah balasın sağ olun. Allah da rahmet eylesin. Çok güzel iş oldu. Allah canlarına değmesin. Çok güzel işti kardeşim.
Kanal 21 olaraq Ağcabədi şəhər bələdiyyəsinə sakinlərin təhlükəsizliyi və şəhərin abadlaşdırılması istiqamətində göstərdiyi səylərə görə təşəkkürümüzü bildiririk. Hər ay küçələrdə aparılan təmir və abadlıq işləri şəhərin inkişafına böyük töhfə verir. Məktəbli uşaqların təhlükəsizliyinin təmin olunması və ərazilərin səliqəyə salınması bələdiyyənin diqqət və qayğısının bariz nümunəsidir.